Show Biznesin qazanı bugün də efirdədir. Özü həyatda düzgün saxlasın, elə hər yerdə də sənə hörmətini də saxlayarlar. Xanım müğənnilər heç belə demir. Arxası ilə gəlir aşbaz Tərlan. Tərxana varsa, Tərxun zadı desəydi lap uyğun olardı. Söhbət Səmavi xanımdan gedir. Yox, Səmavi xanım. Elə insanlar var ki, o yeni başlayır. Onun biraz imkanı zəifdir. Bilər dəstək gəlib Tərlana. Sadəcə Akşın bəylə onların aralarında biraz o duetlər daha oxumayacaqlar. Orada elə bir problemli bir şey yoxdur, Akşın mənə zəng eləyir ona görə. O etik qaydalara heç özüm riayət edirəm deyə qarşı tərəfdən də nəsə başqa bir şey tələb eləmirəm. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Salam əziz tamaşaçılar, xoş gördük sizi. Show Biznesin qazanı bugün də efirdədir və meyxanaçı müğənni Tərlan Novxan ilə birlikdəyik. Necəsiz? Yaxşı olasınız. Mən də sizi izləyən hər kəsi salamlayıram. Bu yeni layihənizə də uğurlar arzu edirəm sizə. Show Biznesin görək qazanla. İki qoçun başı bir qazanda qaynamaz. İndi ona görək də nə olur da. Bürcünüz də demin qoçdur. Yox, bürcüm tərəzidir. Tarazlıqları amma taraz saxlaya bilirəm də. Mən taraz deyirəm, indi bilmirəm. Mənə tarazlaya bilirlər. Show Biznesdə də saxlamısınız o tarazlığı. Deyim bilərsiniz. Sən necədir? Əsas özü həyatda düzgün saxlasın. Elə hər yerdə də sənə hörmətini də saxlayarlar. İstər show biznesdə, istər düzdür. İndi hamı sənə istəyəsi bir hal yoxdur. İstəyən onsuz da istəyəcək, istəməyən istəməyəcək. Amma ən azından özü yəni kontrol etməlisən də. Axır zamanlar çox fikir bildirirsiniz. Yox, fikir bildirmişəm, şəxsi məsələlərdə fikrimi bildirmişəm. Yəni özümlə bağlı olan məsələlərdə fikrimi bildirmişəm. Yəni kiminsə şəxsi işinə qarışmaram mən. Nəyimə lazım, kim neynədir, necə elədir. Amma bəzi məsələlər, bəzi şeylər var ki, onu demək lazımdır. Onu danışmaq lazımdır. Ona görə danışmaq lazımdır ki, hətta kənardan da qınaq olunur. Bizə də deyirlər ki, niyə susursuz? Yəni bilirsiniz necədir? Bizim bu günləri o əgər şansımız varsa, o ixtiyarımız varsa, yəni əgər bizə o şərait yaradılırsa, deməli biz çıxış eləməliyik. Bəzi insanların adından da danışmalıyıq. Kənardan mövqe bildirənlər də var da. Elə adam var ki, tamamilə efirdən uzaq adamdır. O efirdə ümumiyyətlə danışa da bilməz. Amma kənarda ürəyi partlayır da, istəyir ki, o da səsini çatdıra. Xanım müğənnilər heç belə demir. Xanım qonaqlarımız belədir. Xanım müğənnilər maşallah deyir, saçı nə boyda da, dağılmağın olsa dağılır. Saçım dağılacaq. Bizdə bir damcı 2 dənə 3 dənə tel var, o da dağılsa heç nə də da. Nə etmək lazımdır? Bundan sonra müğənni meyxanaçı, arxası ilə gəlir aşbaz Tərlan. Tərxana varsa, Tərxun zadı desəydi lap uyğun olardı, yerlər düşərdi. Burada da olmalıdır. Hələ deyir Tərxan da deyir. Tərxan da, elə Tərlan olsun, onu dəyişdirməyək. Deyirlər Tərlan falan kəslərlə duet oxuyacaq. Yeni çıxan müğənnilərə dəstək olacaq. Amma sonra sizdən soruşuram, görürəm ki, elə bir şey yox. Yox, dəstək olmağına yeni çıxan yox. Mən elə çalışdığım qədərlə çox adama dəstək olmuşam. Nəinki müğənni. Amma ki, qalır sənətimizdən danışırıqsa, müğənnilərdən də müraciət edənlər olanda müəyyən qədər dəstək oluruq. Möhrün vurdunuz da Şəbnəm Tovuzlu ilə, nə yalan deyim? Yoxdur, bir ara düzdür, qalmaqal gəldi o bəzi. Şəbnəm xanımla möhrün vurdum deyəndə ki, zaten möhrü vurulmuş bir mahnı oxumuşduq biz. Şəbnəm xanımın da yetərin qədər... Sevdilər də yəni. Yetərin qədər, yox, mən çox duetlərimi seviblər, təkliflər də çox gəlir. Məsələn, Şəbnəm xanıma da bunu bilirəm ki, çox təkliflər gəlir, istər reklam çəkilişləri ilə bağlı, istər konsertlə, istər məsəl üçün hansısa bir tanınmaq istəyən gənc bir müğənnidir, hansısa bir təklif irəli sürür, o ilə iş görə bilər. Mən də məsəl üçün elə şeylər çoxdur. Bu günləri bir də yoxsa hansısa bir xanım müğənnidir, yeni başlamaq istəyir, dəstək istəyir, hətta o xanıma görə onun yaxınlarından müraciət edənlər olur. Bizdən dəstək istəyirlər. Söhbət Səmavi xanımdan gedir. Yox, Səmavi xanım. Səmavi mövzusuna gələcəm. Ondan sonra dediyim Tərlan Novxan. Yox, mən konkret hal-hazırda öz işlərimdən danışıram. İndi bir şey deyim də mən. Məsəl üçün sözünüzü balla kəsin. Mən öz konkret hal-hazırda
tam real olan işlərdən danışıram ki, məsəl üçün mənim xanım müğənnilərin duet oxuduqlarımın əksəriyyəti ilə hansısa şərtlər əsasında o işləri görülür. Çünki bu bizim işimizdir də. Biz gedib olur ortada. əlbəttə şərt olmalıdır. Niyə olmalıdır? Məsələn mən mahnı yazıram, əziyyət çəkirəm. Bu mahnının haqqı ödənməlidir. Bu studiyada işlər görülür, bunların haqqı ödənməlidir. Yəni bunlar bəli, elə insanlar var ki, o yeni başlayır, onun biraz imkanı zəifdir. Ona bəzi güzəştlər olunur, bəzi köməkliklər olunur. Amma ortada iş görülür axı, o işdə görə gərək haqq ödənilər. O ki qaldı o Səmavi xanımı, yəni sadəcə Dedilər dəstək gəlib Tərlan. Sadəcə dəstək yenə də deyirəm, elə deyil. Bax mən sadəcə efirdən zəng gəlmişdi. Dedilər ki, bəs Akşın bəylə onların aralarında biraz o duetlər daha oxumayacaqlar falan belə, bəlkə bir dəstək eləyəsiniz. Mən də əslində yuxudan durmuşdum. Yuxulu cavab verdim ki, ola bilər ki, sizə görə nəsə dedim vallahi mənim açıq oyun o xanımla belə salam elə ki olsa da, yəni belə tanışdığımız, dostluğumuz yoxdur. Amma dedim arada Akşın bəy də vardı. Ondan sonra Akşın yığılırsan. Yox, orada elə bir problemli bir şey yoxdur. Akşın mənə zəng eləyə ona görə. Mən dedim ki, dəstək əlimdən gələn sizə xatir nəsə bir deyirsinizsə eləyə. Özü də müraciət eləsə bir dəstək göstərərik. Mən iş görmədən öncə öz kaprizlərimi, öz belə deyək, qərarlarımı bildirirəm. İş görəcəyim, tərəfdarım olacağım ortağa. Siz duet oxuduğun duet ortağı sənin xarakter və bələd olmalıdır. Səni bilməlidir. Mən də bilməliyəm qarşı tərəfi. O da mənə bilməlidir. Ona görə mən o ilə oturub bir söhbət eləməliyəm, danışmalıyam, onun xarakterini bilməliyəm. Çünki biz duet oxuyanda tək o duetlə iş bitmir. Sabah bunun klipi var, səhnəsi var, səhnə almalıyıq. Yəni o obrazlara girə biləcəyikmi? Bəlkə qarşı tərəfdən nəsə narazıçılıq olacaq. Tamaşaçı gözü ilə bax. Tamaşaçı gözü ilə səhnə performansı var. Düz deyəs, təbii ki, mən o etik qaydalara özüm riayət edirəm deyə qarşı tərəfdən də nəsə başqa bir şey tələb eləmirəm. İndi bəzi pop müğənniləri var ki, nə bilim estrada müğənniləri var ki, biraz mən əstəğfurullah ki, məsələn burada nəsə söz atmıram, amma sadəcə onlar ola bilər də klipdir. Mən yəni bu sənət incə sənətdir. Burada hansısa bir obraza girmək ola bilər, nə bilim çox üzr istəyirəm. Nə bilim qucaqlaşmaq ola bilər, çox yaxın sıx təmas görüntüsü yarana bilər. Yox, məndə zaten o qədər də yəni belə böyük bir təmaslar ola bilməz. Son bir meyxanədəyəm, mənim həm də elə tanımırlar. Mənə yaraşan, yaraşmayan tərəflər var işin. Bu da mənim yaratdığım əstəğfurullah. Ərəsiyə gətirdiyim salat. Əla. Allah xeyirli eləsin. Sizin bu verilişiniz də uğurlu, düşərli olsun. Çox sağ olun. Tamaşaçılarımız da hər zaman sizlərə baxsınlar, bu zövq alsınlar, belə deyək. Tərlan, çox sağ ol, gəldin. Sağ olun, var olun, minnətdaram. Həmişə xoş günlərinizdə, gözəl günlərinizdə. Show biznesin qazanı həm belə qaynatdıq, həm elə qaynatdıq. Qaynasın, təkə bu qazan qaynasın. Bu qazanın dayanan vaxtı olmasın. Görək altın söndürüb elə. Söndürüb elə yanılmasın, qoy elə qaynasın. Gələn dəfə görüşərik hələ. Görüşərik, sağ olun, var olun.